Sizlərə olsun Allahın salamı, axıra qədər dinləyin hər kəlamı. Xeyli rəvayətlər olub həyatda, qəmli hekayətlər olub həyatda. Kimisi yazıb deyib öz həyatından, kimisi yazıb sevgi əhvalatından. Məndəsə başqa mövzudur, maraqlı, həm sevincli, həm də ki acınacaqlı. Çox ibrətli rəvayətdir dinləsəz, təbəssümlü hekayətdir dinləsəz. Ölüm haqdır, vardı hər kəsə fərman, yaxasını qurtarmayıb heç bir insan. Bir oğlanın atası köçür həyatdan, əlini üzür bu fani kainatdan. Bu oğlan iman gətirib Allaha, cənnəti tutardı dünyadan baha. Bilir sorğu sual var, axirət var, tək orada möminlərə mərhəmət var. Oğlan oruç tutub namaz qılandı, atası isə dünyəvi qocamandı. Nigaran olur atanın halından, xəbər tutmaq istəyir əhvalından. Bilmək istəyir sevincdə qəmdədir, ya cənnətdədir, ya cəhənnəmdədir. Gedir ağalardan birinin yanına, şərik eləyir onu da həyəcanına. Ağa da alim idi, məqamı vardı, çoxuna nəsiyyətli kəlamı vardı. Deyir ay ağa, sualım var, qulaq asın, doğma atam dəyişibdir dünyasın. Nigaranam, qəmliyəm, kədərliyəm, dərd üzür məni, az qalır çərliyəm. Ata ölümü ağırdır hər övlada, görən halı nə cürdür o dünyada. Ağa buyurur, indi mən sual verim, sonra sənin sualva cavab bildirim. Oğlum, atan aldı mı dəst namazın, gündə 5 dəfə qıldı mı namazın? Oğlan deyir, atam namaz qılmadı, nə dindar, nə də mömin sayılmadı. Amma ki qəribə vərdişi var idi, kövrək idi, haqqa tərəfdar idi. Namaz qılanlar ona əziz idi, saf adam idi, ürəyi çox təmiz idi. Atam onları görəndə ağlayardı, yanına gedib öpüb qucaqlayardı. Ağa keçir öz növbəti sualına, ürəyi yanır bu oğlanın halına. Deyir, atan 60 il ömr eləyib, Allah özü bizlərə əmr eləyib. Oruç tutun hər Ramazan ayında, atan oruç tutdu mu öz payında? Oğlan deyir, düzdür, oruç tutmadı, amma oruç tutanları unutmadı. Atam harda oruç tutan görərdi, ürəyi çox təmiz idi, kövrələrdi. Sarılıb ona öpüb qucaqlayardı, qışqırardı, hönkürüb ağlayardı. Ağa 3-cü sualını gətirirdilər. Deyir, bəlkə atası bunları bilə. Buyurur, oğlum, xumusdu, zəkatdır, kimin var imkanı bu vacibatdır? Atam bunu da yerinə yetirməyibdi, heç olmasa sədəqə də verməyibdi. Oğlan dedi, atamın imkanı vardı, yalan nə lazımdı, bu cürdü ardı. Verməsə də sədəqə xumsu zəkatı, yerinə kim yetirərdi vacibatı? Atam onları görəndə ağlayardı, sağ ol deyib, öpüb qucaqlayardı. Baxmayaraq ki, o mənim atam idi, çox gözəl insan idi, saf adam idi. Ağa baxıb bu saflığa səbr eləyir, bu oğlana yenə də bir sual deyir. Heç olmasa atan həccə getdimi, təmizlənib qəlbini şad etdimi? Demə ki, dünyaya gələndə təmiz olub, gəlincimə, atanın işi qəliz olub. Yad etməyib Allahın öcətlərin, kərb-i bəla, məşəd ziyarətlərin. Oğlan əlatsız deyir ki, doğrudur, amma nə cəsus, nə də ki oğrudur.
Bir də atam görəndə zəvvarları, Həcı Məşədi, Kəbleyi dindarları qarşılayıb, öpüb qucaqlayardı, danışdırıb kövrəli bağlayardı. Ağa buyurur, oğul, çox qəribədir. Sənin atan ancaq ağlayıb göynədi. Başqa bir iş görməyib bu həyatda, ancaq ağlamaqla qalıbdı yadda. Oğlum, atan qəribə işlər görüb, vacib əməllərsiz ömrünü sürüb. Biz də dua etsək əcrini görsün, əməli yoxdur, nə cür cənnətə girsin. Dinlə məni, deyim atanın halından, o dünyada qəribə əhvalından. Necə ki ağlayıb işin hamısında, bəlkə durub cənnətin qapısında. İçəri keçənləri öpür, ağlayır, sıxır bağrına bərk-bərk qucaqlayır. Çünki daxil ola bilmir cənnətə, özü düşübdür ağlamalı vəziyyətə. Gərək əməl sahibi olsun insan, ölsə xeyri yoxdur, olsa da peşman. Doğru sözün var acısı, ağrısı, indi neyniyək, belədir doğrusu. Amma sən oğlusan, dua edərsən, İmkan oldu ziyarətinə gedərsən. İndi mənim dəyərli qardaşlarım, ürəyi təmiz gözəl vətəndaşlarım, təmizliyin vardır əlamətləri, saydığım bu əməllərdir şərtləri. Çalışıb əməl eyləyək hamısında, ağlamayaq cənnətin qapısında. Mən də eşitmişəm, bir ibrətdir bu, hamıya lazım olan hekayətdir bu. Vasif aldı qələmə ki, ibrət olsun, Cənnət-i Rizvan sizə qismət olsun, Cənnət-i Rizvan sizə qismət olsun.